Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yassir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve fa'na bima allamtana ve zidna ilme ve ba'd. Aziz Müslümanlar, biz geçen dersimizde Şeyh Muhammed Abdullah Rahimahullah'ın namazın şərtləri, rükünləri və vacibləri kitabının sonuncu dərsinə biz çatdıq və kitabın biz sonuncu dərsində namazın vaciblərindən danışdıq və dedik namazın neçə vacibi var? 8 vacibi var. 8 vacibini zikr elədik və dedik ki, bu vaciblərin müsəlman qəsdən tərk edərsə namazı batildir, lakin unudaraq tərk edərsə namaz səhihdir, lakin onun əvəzinə sonda səhv səcdəsi etməsi lazımdır. Və kitabı Şeyx Rahiməhullah bununla bitirir. Və biz də dedik, keçən dərsimizdə dedik ki, madam ki, Şeyx səhv səcdəsinə toxunub, səhv səcdəsinin haqqında da biz təfsilatlı şəkildə bir izah verək. Səhv səcdəsi, qardaşlar, nə üçündür? Namazda olan naqisliklərin yerini doldurmaq üçündür. Səhv səcdəsi namazda olan naqisliklərin, boşluqların yerini doldurmaq üçündür. Və səhv səcdəsini alimlər iki qismə bölürlər. Vacib olan səhv səcdəsi, müstəhəb olan səhv səcdəsi. İki yerə bölünür, iki yerə vacib olan və müstəhəb olan səhv səcdəsi. Müstəhəb olanı odur ki, yəni insan hər hansı bir müstəhəb əməli, namazda sünnə əməli tərk edərsə, müstəhəbdir ki, səhv səcdəsi eləsin. Ona vacib deyil. Müstəhəb etməsə, Subhanəkəni oxumadı, unutdu, oxumadı. Sonunda səhv səcdəsi edə bilər. Səhv səcdəsi etməsi nədir? Müstəhəbdir. Fatihədən sonra surə oxumağı unutdu və ya tərk etdisə, sonda səhv səcdəsi etməsi müstəhəbdir, lakin vacib deyil. Bu, alimlər bunu zikr edir, lakin əksər fiqh kitablarında alimlər səhv səcdəsi haqqında bölmə açanda, fəsil açanda əsas ikinci qismdən danışırlar. O da vacib olan səhv səcdəsidir. Vacib olan səhv səcdəsidir. Yəni, müstəhəb olana, çünki bir şey sənə vacib deyil deyə, o qədər də fəqihlər, məsələn, o konuyla, o mövzu ilə o qədər də ilgilənmirlər. Əsas hansı məsələdə zikr edirlər? O da ki, vacib olan səhv səcdəsidir. Hansı ki, insanın namazında doğrudan da böyük naqisliklər olarsa, o zaman onun səcdə etməsi lazımdır. Və vacib olan səhv səcdəsi namazda 4 halda edilir. Neçə halda edilir? 4 halda edilir. Bu 4 haldan biri olarsa, sənin namazın sonunda səhv səcdə etmən lazımdır. Bu hallardan birincisi, əgər namazın rükünlərindən birini artırarsansa, namazın rükununun birini artırarsansa, nə etmən lazımdır? Səhv səcdəsi. Məsələn, çaşdın Fatihə surəsini, yəni təbii ki, bu səhvən rükünlərdən birini artırmaqdan gedir. Çünki insan qəsdən namazın rükününü artırarsa, namazı batildir. Çünki Allahın dinində dəyişiklik etmiş olur. Bilərəkdən zöhr namazını 5 rükət qılarsa, bilərəkdən, qəsdən namazı batildir. Bilərəkdən 2 dəfə ruku edərsə, namaz batildir. Bilərəkdən 3 dəfə səcdə edərsə, namaz batildir. Lakin bu dediklərimizi bilərəkdən deyil, səhvən edərsə, rukuya etdi, qalıqdı, yəni unutdu ki, mən rukuya etmişəm, deyək ki, bir də rukuya etdi, səhvən, 2 dəfə rukuya etmiş oldu. Və yaxud səcdəni 2 yox, 3 dəfə etmiş oldu. Və yaxud namazı 4 yox, 5 rükət qıldı. Namazın rükünlərindən birini və ya bir neçəsini səhvən artıq edərsə, namazın sonunda nə etməsi lazımdır? Səhv səcdəsi etməsi lazımdır. Bu birinci haldır. Yadınızda qaldı mı? Deməli, namazın rükünlərindən hər hansı birini səhvən, xəta ilə artıq edərsə insan, onun
səhv səcdəsi etməsi lazımdır. İkinci hal, namazın rükünlərindən hər hansı birini səhvən azaldarsa, yerinə yetirməzsə. İstər namazın rükəti olsun, 4 rükətli namazı 3 rükət, 2 rükət qılmış kimi, istər də namazın rükünlərindən birini yerinə yetirməsi. Məsələn, qiyamda Fatihəni oxuduqdan sonra ruku etmədən səhvən səcdəyə gedir. Və yaxud səcdədə bir dənə səcdə ilə 2 səcdə etmir. Yəni, səhv, qəsdən dedik, yenə dedik. Bu əməllər qəsdi qəbul edilən əməllər deyil. Nə rükünlər, nə vaciblərdə qəsdən artırmaq, azaltmaq olmaz, namazı batil edir, haramdır. Lakin söhbət burada nədən gedir? Bunlar hamısı səhvdən gedir. Rükündə səhvən az etmiş oldu. İstər rükəti az qıldı, istər hər hansı bir rükətdə rükünün birini az etmiş oldu. O insan nə edir? Həmin rükündə, məsələn, deyək ki, rukunu etmədi bir rükətdə. Rukunu yerinə yetirmədisə, həmin rükət batildir. Həmin rükət batildirsə, buna gerəkən nədir? Bir rükət əlavə qılması lazımdır, düzdürmü? Biz bunu danışmışdıq rükünlərdə, yadınızdadırsa. Rükünlərdə danışmışdıq ki, bir rükət əlavə qılması lazımdır. O əlavədən də sonra namazın sonunda səhv səcdəsidir. Deməli, rükündə azaldarsa, o rükünü namazın sonunda təkrar yerinə yetirməsi və səhv səcdəsi etməsi lazımdır. Səhv səcdəsini ikinci gərəkdirən yeri budur. Birinci gərəkdirən namaza bilmədən artırarsa. İkinci hal, namaza bilmədən namazdan azaldarsa, o azlığı yerinə yetirir, yəni bir rükət qılmaqla onu doldurur və sonda səhv səcdəsi edir. Beşinci hal oldu, qardaşlar? İkinci. Aydın oldu mu bu? Üçüncü hal, namazın vacibindən hər hansı birini səhvən tərk edərsə. Yəni, bu da qəsd qaldıran şey deyil. Vaciblərdən birini səhvən insan tərk edərsə. Rukuya gedəndə Allah-u Ekber demədi. Biz dedik ya, namazın vaciblərindəndir. Namazın vaciblərindən birini səhvən tərk edərsə. Rukuya getdi, Allah-u Ekber demədi. Rukuda Subhanə Rabbiyəl Azim unutdu demədi. Ya səcdə Subhanə Rabbil Alə demədi. Səcdən qalxandan sonra yadına düşdü ki, Subhanə Rabbil Aləni deməyib. Vacibi tərk etdi, etmədi? Tərk etdi. Və yaxud ikinci rükətdə təşəhhüdü oxumadan 3-ə qalıqdı. Fatihə başlayanda yadına düşdü ki, nədir? Təşəhhüdü oxumayıb. Və nədir? Bu halda o təzdən oturmağı olmaz, icazəli deyil. Yəni, qalxan anda yadına düşərsə geri qayıdır. Lakin artıq qalıqdırsa, başladısa, artıq nədir? O, oxumağa davam edir. Vacibi artıq o, vacib üçün təkrar geri təşəhhüdə qayıtmır. Lakin bu halda nə etmiş olur? Vacibi tərk etmiş sayılır, sayılmır? Sayılır. Və bunun üçün, vacibi tərk etdiyi üçün nə etməsi lazımdır? Sonda səhv səcdəsi etməsi lazımdır. Neçə hal oldu? 3. Birinci hal dedik, rükünü səhvən artıq edərsə. İkinci, rükünü səhvən azaldarsa, yerini dolduraraq edir. Üçüncüsü, vacibi səhvən tərk edərsə. Dördüncü hal, namazda şəkk etmə halıdır. Dördüncü hal nədir, qardaşlar? Namazda şəkk edərsə. Yəni, insan namazı qılır, namazı əsl odur ki, qələbəti zan deyir. Yəni, zənnin çoxluğu üzərində nəsə olsa, zənnin çoxluğu üzərində götürür. Lakin birdən olur ki, zənnin çoxluğu üzərində götürə bilmir. Zənnin çoxluğu nədir? Namazın içində sən deyirsən ki, mən neçənci rükətdəyəm? 2-dəsənmi? 3-dəsənmi? 100% bilirsən ki, 3-cü rükətdəsən. 100% bilirsən ki, 3-cü rükətdəsən, 3 kimi davam edirsən. Biraz şübhə gəlir də, buna şübhə deyirlər. O %20-yə şübhə deyilir. Yəni, yarıdan çoxu nə bilirsənsə, onun üzərində qurulsun. Yarıdan azına şübhə deyilir, şübhəni dəf edirsən. Və yaxud %80 bilirsən ki, ikinci rükətdəsən, %20 deyir, 3-dəsən. O zaman çoxluq nədir? Zənnin çoxluğu. Onun üzərində qurursan, 2-20 elə davam edirsən. Heç nə də lazım deyil, səhv səcdəsi filan da lazım deyil.
nə şəkildədirsə, o şəkildə davam edirsən ki, 3 zənn edirsən, 3, 2 zənn edirsən, 2, yəni çoxluğu zənn edirsənsə. Digər o faiz ki var, 10%, 20% şübhə gəlir, o nədir? Ona şübhə deyirik, şübhəyə də fikir vermirsən. Lakin sorun harada yaranır? 50-50-yə olanda. Ona deyirlər şək. 50-50 olanda nə deyirlər? Şək. Şəkdə artıq bilmirsən, 2-dəsənmi, 3-dəsənmi? 2-dəsənmi, 3-dəsənmi? Sən buna əmin deyilsən. Bu halda nə edirsən? Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrədir ki, sizdən biriniz namazında şək edərsə, yəqin üzərində bina edir, namazı o şəkildə tamamlasın. Yəni şəkki, şübhəni dəf eləsin və yəqin üzərində tamamlasın. Və sonda da səhv səcdəsi etsin. Yəni, sən 3-dəsənmi, 2-dəsənmi? Şək edirsən. 50-50-yedir sənin beynində. Sən o zaman neçədəsən? 200% 2-dəsən deməkdir bu. 2-dəsənmi, 3-dəsənmi o deməkdir ki, 2-dəsənin 100%-dir. İxtilafın sənin beynindəki ixtilaf hansının üstündədir? 3-ün üstündədir. O zaman sən özünü 2-dəki kimi zənn edib namazı elə tamamlayırsan. Əgər sən 3-də idinsə, bir ki də artıq qılmağın sənin namazına xələl gətirməz. Lakin sən onu 3 kimi götürüb qılsaydın, bəlkə də 2-də idin, onda namazı yarımçıq qılmış olursan. Ona görə yəqinlik üzərində qılırsan. Bu, bütün ibadətlərdə belədir. Bu, dinimizin əsas böyük qaydaları var. Qavaid-el fiqhiyyətil kubra deyilir. 5 böyük qayda deyilir şəriətdə. 5 böyük qayda. O qaydalardan 5 böyük qaydada. Hansı ki, bütün dini, bütün əhkamları alimlər o 5 qaydanın altına yerləşdiriblər. O qaydalardan biri də Əl-yəqin lə yazulu bişşək. Yəqin şəklə aradan qalxmır qaydasıdır. Alimlərin ittifaq elədiyi 5 qaydadır. Onlardan biri də yəqinlik şəklə aradan qalxmır deməkdir. Yəni, hər şeyi yəqini üzərində olsun. Şəkkin üzərində hökm qurmursan. Necə ki, məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm dəst namazda, bu həmçinin tavafa da aiddir. Bizim Kəbədə, ümrədə tavaf eləyəndə neçənci quruqdasan, 5-dəsən ya 4-dəsən, deməli sən 4-dəsən deməkdir, şəkk edirsənsə. Yəqin üzərində qurursan. Və məsələn, Rasulullah sallallahu əleyhi və səlləm ona dəlillərdən biri nədir? Sahabə şikayət edir ki, məndən nəsə çıxır namazda. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz namazda iyi duymadıqca, yəni yerin iyisini qaz çıxarsa və ya səsi eşitmədikcə namazdan çıxmasın. O şəkkə fikir verməsin. Çünki yəqinlik onun qalmasıdır. Və bu qaydaya görə alimlər, məsələn, deyək ki, təkfir məsələsində qayda getirilənə deyir, Əl-yəqin lə yazul bir-şək. Mən səbətə İslamuhu bi-yəqin lə yazulu anhu bir-şək. Kimin İslamı yəqinliklə sabitdirsə, o şəklə ondan çıxmaz. Yəni, bir insana biz əsr veririk ki, bu insan müsəlman olaraq yəqin olur, yəqinlik. Lakin şək elədiyimiz ki, bu əməli etdi, bununla İslamdan çıxırmı, çıxmırmı deyə şək eləyəriksə, onunla İslamdan çıxartmırıq onu. Görürsən, bu qayda ilə hər məsələyə bu qaydanı tətbiq edirsən. Deməli, yəqinlik nədir? 2-ci rükətdəsən, yoxsa 3-cü rükətdəsən, düzdürmü? Nə edirsən? 2 kimi götürürsən, namazı tamamlayırsan və namazın sonunda səhv səcdəsi edirsən. Deməli, neçə yer oldu? 4 məqam oldu ki, orada səhv səcdəsi vacibdir. Birincisi dedik ki, namaza bilmədən artırarsansa, rükünləri artırarsansa, ikincisi, rükünlərdən azaldarsansa, onu tamamlayırsan, səhv səcdə edirsən. Üçüncüsü, bilmədən vacibi tərk edərsən. Dördüncüsü də, namazda şəkk edərsənsə, yəqin üzərində davam edirsən və sonda səhv səcdəsi edirsən. Bu 4 məqam namazda səhv səcdəsinin edilməsini gərəkdirən məqamlardır. Bundan sonra qalır, bir məsələ qalır, o da səhv səcdəsini harda etmək əfsəldir? Salamdan öncəmi, salamdan sonra mı? Bu barədə alimlər arasında ixtilaf var. Alimlər müxtəlif rəylərə ixtilaf ediblər. O rəylərdən biri odur ki, namazdan səhv səcdəsi, yəni, təbii ki, alimlər bu ixtilafdan öncə ittifaq ediblər ki, insan həmişə misal üçün salamdan sonra səhv səcdəsi edərsə, namazı səhihdir. Və yaxud həmişə salamdan öncə edərsə, namazı səhihdir. Burada ixtilaf yoxdur. İxtilafları haradadır? Hansı daha əfzəldir? Əməlin əslində deyil, nəyində ixtilaf ediblər?
əfzəlliyində, səhv səcdəsinin harda edilməsinin əfzəlliyində. Səhv səcdəsi edilməsi lazımdır. Bunda ittifaq ediblər bu məqamlarda. Bu səhv səcdəsini harda istəsən, salamdan öncə də, salamdan sonra da edə bilərsən, bu da ittifaq ediblər. Lakin hansı əfzəldir məsələsinə gəldikdə, bu nöqtədə ixtilaf edirlər. Biləsi məsələlər fiqhdə çoxdur. Namazda da var, oruçda da var, həcdə də var, zəkatda da var. Çox məsələlər var ki, bu nöqtələrdə alimlər arasında nə olur? Yəni, əfzəllik məsələsində bəzən ixtilaf edirlər. Məsələn, adi uzağa getmək həcc məsələsində təməttü həcci məfzəldir, qiran həcci məfzəldir, yoxsa ifrad həcci məfzəldir. Alimlər arasında bu ixtilaflı məsələdir. Lakin alimlər hamısı deyirlər ki, həccin hər üçü növü də səhihdir. Lakin əfzəllik məsələsi artıq gələndə ixtilaf edirlər. Yəni, eləcə məsələlər çoxdur. Deməli, bu ixtilafdan birinci alimlərin bəziləri deyir ki, səhv əfzəl odur ki, səhv səcdəsini nə vaxt edəsən? Namazdan, salamdan sonra edirsən. Salamını verdin, səhv səcdəsini edirsən, sonra təkrar salam verirsən. Bu birinci rəydir. İkinci rəy, alimlər onu deyirlər ki, səhv səcdəsi salamdan öncə edilir. Salamdan öncə edilir. Bütün hallarda. Üçüncü rəy sahibləri deyirlər ki, səhv səcdəsi hala görə dəyişir. Əsl odur ki, salamdan öncə edilir. Əsl odur ki, salamdan öncə edilir. Lakin bəzi hallar var ki, orada salamdan sonra edilir. O da hansıdır? Birinci hal, insan bu şək elədiyi haldır. Şək etdiyi haldır. Çünki Rasulullah s.ə.v az öncə dediyim məsələyə deyir ki, sizdən biriniz namazında şək edərsə, yəqin üzərinə bina etsin, namazını tamamlasın və sonda salam versin, sonra səhv səcdəsi edib, sonra salam versin. Yəni, Rasulullah s.ə.v burada nə deyir? O şək edənin halında namazdan nə zaman eləsin? Sonra, salamdan sonra səhv səcdəsini etsin. Bu birinci haldır. İkinci hal, namazda insan namazı naqis qılarsa, rükünü tərk edərsə və yaxud rükəti tərk edərsə, sonra ona xəbərdarlıq olarsa, ondan sonra. Bu iki halı gətirirlər bəzi alimlər. Amma hər bir halda, qardaşlar, hər bir halda əgər imam xata imamdan baş veribsə, yəni mənim Allah alə, yəni deyirəm, bu rəylərin hamısının özünə görə dəlili var. Əfzəllik məsələsində deyənlərin hər birinin dəlili var. Kim hansı rəyi daha rahat kimi götürürsə də, orada heç bir problem yoxdur. Yəni, bu fiqhdə daha belə şişirdiləsi bir mövzulardan deyil. Yəni, bilirsiniz, bəzi məsələlər var ki, orada ixtilaf, yəni hər tərəfin dəlili güclü dəlillərdir və ixtilaf da o qədər təsir edici ixtilaf deyil. Bir müstəhəb əməlin üstündə ixtilaf ediblər. Bunun üzərində vaciblik, namazın batilliyi qurulmur ki. Bunun üzərində namazın batilliyi, namaza təsir, xayal filan qurulmur bu məsələnin üstündə. Hətta sən zəif rəy edirsən belə. Necə ki, məsələn, deyək ki, təşəhhüddə məsələn, barmağı axıra qədər mütərfədirsən, biraz mütərfədirsən, düzmü tutursan. Bəsit bir məsələdir bu. Əsas odur ki, namazına xələl gələn məsələləri etməyəsən. Bu məsələlər bəsit məsələlərdir. Allah aləm, yəni mənim şəxsi tərcih etdiyim rəy odur ki, düzünü Allah bilir. Yəni imam yaxşıdır ki, əfzəl olan odur ki, imam salamdan öncə səhv səcdəsini etsin. Niyə görə? Çünki cəmaat namazı qıldıran bir şəxsin labuddur ki, əksər hallarda arxasında gec qoşulan insanlar olur. İkinci rükətdə və ondan sonra qoşulan insanlar olur. Və sən salam verəndə artıq o namazdan çıxmış olacaq. O artıq namazdan davam edəcək. Sən də namazdan salam verəndən sonra o qalxacaq, deyək ki, qalxıb, məsələn, öz yarımçıq rükətini qılmaq üçün qalxır. Sən səhv edəndə o sənlə səhv səcdəsini edə bilməyəcək. Çünki salam verməyinə tabiçilikdən çıxır. Lakin sən namazın sonunda səhv səcdəsi edəndə o da sənə tabi olub edəcək, sonra sənlə bərabər səhv səcdəsi edəcək.
Amma bundan başqa insan fərdi olaraq qılanda, az öncə dediyim o hədisə görə, bir o halda yalnız o da hədis varid olduğuna görə insan şək edərsə, tək qılanda, imam cəmaatla qılanda, xeyr, cəmaatla qılanda da belə şək edərsə, imam yenə də namazın içində əfzəl odur ki, namaz salamdan öncə səhv səcdəsini etsin. Lakin imamla qılıb insan tək qılırsa, imam qılıb deyil, özü təkcə qılırsa, namazın içində şək edərsə, yəqini üzərinə qurur, o zaman yaxşı ki, salam verəndən sonra səhv səcdəsini etsin, sonra salam versin. Bu, qardaşlar, səhv səcdəsindən bağlı bəzi əhkamlar idi. Bundan sonra bir də səcdədən danışmışkən bir məsələyə toxunaq. O da tilavət səcdəsidir. Tilavət səcdəsi iki halı var. Namazın içində də olur, namazın çölündə də olur. Tilavət səcdəsi namazın içində də olur, namazın çölündə də olur. Tilavət səcdəsi nədir? Quran-ı Kərimdə bəzi ayələr var ki, Allah Azza və Cəllə o ayələrdə bizə səcdə etməyi buyurub, məşru qılıb. O səcdənin hökmündə alimlər arasında ixtilaf var. Bəziləri vacib görür, bəziləri isə müstəhəb görür. Dəlil racih olan görüş odur ki, onu etmək vacib deyil. Vacib deyil tilavət səcdəsini etmək. Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsidir. Peyğəmbər sallallahu aleyhi ve sellemin buyruğudur. Necə ki, bu arada Ömər radiyallahu anh varid olur, xütbə verir. Xütbə əsnasında tilavət səcdəsi olan bir ayəni oxuyur, minbərdən düşür, səcdə edir, sonra qalxıb xütbəsinə davam edir. O birisi cümədə yenə bir tilavət səcdəsi olan bir ayəni oxuyur, lakin bunu etmir və deyir ki, mən bununla göstərmək istədim ki, biləsiniz ki, bu əməl vacib deyil. Aydınmı? Bu güclü dəlillərdən sayılır və bu da əməlin sünnət olmağına rəğbətləndirilən bir sünnət olmasına dəlildir. Tilavət səcdəsi namazın içində və çölündə olmasından qabaq bir məsələyə toxunaq. Dedik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, bu hər ikisi vardır. Tilavət səcdəsində səcdəni kim edir? Quranı oxuyan edir, bir də onu dinləyən edir. Kim edir? Oxuyan və dinləyən. Eşidən deyil. Məsələn, mən burada Quran oxuyuram. Gündür səsindən Quran oxuyuram. Sən də bir tərəfdə oturmuşsan, deyək ki, kitab oxuyursan, ya özün Quran oxuyursan yavaş səslə, yaxud deyək ki, söhbət edirsən, sən məni dinləmirsən. Amma mənim səsim gəlir sənə. Bir də gördün ki, mən səcdə ayəsini oxudum, səcdə etdim, sənə vacib deyil, sən mənə uymursan. Sən səcdə etmirsən mənimlə. Səcdəni mənimlə kim edir? Bir adam oturub məni dinləyir. Mən Quran oxuyuram, o məni dinləyir. Eşitmək başqa şeydir. Dinləmək başqa şeydir. Artıq o məni dinləyir ki, oxunuşumu dinləyir. Mən səcdə edərəmsə, o da səcdə edir. Amma mən səcdə etmərəmsə, o səcdə etmir. Çünki bu məsələdə onun imamı mənəm. Bu namazın kənarında. Amma namazın içində isə artıq namazda olan hər kəs imamı dinləməyə onlara vacib olduğu üçün onlar yenə imama uyurlar. İmam tilavət səcdəsini edərsə, o zaman insanlar da tilavət səcdəsini edir. İmam tilavət səcdəsini etməzsə, onlar tilavət səcdəsini etmirlər. Namazın içində imam səcdə edərsə, Allahu Ekber deyir, səcdəyə gedir, səcdədə Subhan Rabbil Alə deyir, sonra Allahu Ekber deyərək qalxır. Rukusuz. Namazın çölündə isə buna ehtiyac yoxdur, təkbir getirmədən. Bəzi alimlər deyir ki, birinci təkbir getirək səcdəyə gedirsən, amma qalxanda təkbir gətirmirsən. Təkbir getirək səcdəyə gedirsən, lakin qalxanda təkbir gətirmirsən, səcdə edirsən. Bəziləri deyir ki, yox, təkbir gətirmədən ümumiyyətlə səcdə edirsən, Subhan Rabbil Alə deyib və qalxırsan. Aydın oldu mu, qardaşlar? Bu, tilavət səcdəsindən bağlı bəzi hökmlər idi və bununla da biz inşallah kitabı bitirmiş olduq. Allah Azza və Cəllə istəyirəm ki, bizi xeyr əməllərə müvəffəq eləsin. Allah Azza və Cəllə bizi dinimizi gözəl şəkildə öyrənib, ona əməl edən qullarına eləsin. Allah Azza və Cəllə
bizi Peyğəmbər sallallahu əleyhi və səlləmin buyurduğu kimi, onun necə ki hədisdə buyurur, məni necə namaz qılan gördünüz, o şəkildə namaz qılın. Bizi də o insanlardan eləsin, Rasulullah sallallahu əleyhi və səlləmin buyurduğu kimi namaz qılanlardan eləsin, namazı haqqı ilə əda edənlərdən, haqqını verən qullarından eləsin və namazı bizim üçün qiyamət günü bizim üçün nur etsin və qiyamət günü o əməlimizi digər əməllərin də qəbul olmasına səbəb eləsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə ent, əstəğfiruka və ətubu ileyk.